anlayırıq buradan? Birinci bunu de. Təpə nöqtəsi o x9 üzərindədir. Buradan anladığımız əsas bir dənə bir şey var. Nədir müsbət? Müsbət deyil. Bir dənə kökü var. Bir kök olanda nə olurdu? Yəni bir yerdə kəsəndə nə olurdu? Diskriminant sıfırdır. Bax, birinci onu anlamalıyıq. Y bərabərdir x kvadratı üstə gəl px üstə gəl 9-da diskriminant bərabərdir 0. İndi sonra nə deyir? P parametrinin hansı qiymətinə parabol olan təpə nöqtəsinin apsisi müsbət olar? İndi bu səfər deyir ki, təpə nöqtəsi bu tərəfdə yerləşir. Buralarda bir yerdə. İndi qollar düzü yuxarıdır. Bu şəkildə olmalıdır deyir. Yəni M müsbət olmalıdır. İndi bunu araşdırırıq. Birinci P'nin bir qiymətinə də baxaq. Diskriminant nədir? P kvadratı çıxılsın 4 vurulsun 9 bərabərdir 0. Buradan alırıq ki, P kvadratı çıxılsın 36-dır bərabər 0. Yəni, P bir dəfə 6 olacaq, bir dəfə də mənfi 6 olacaq. İndi hansıdır bu? Onu təyin edirik. Onu da yazıram, bax, x kvadratı çıxılsın 6x üstə gəl 9. Bu nə verir bizə? X çıxılsın 3-ün kvadratı. Bu şəkildə yazanda burada nə alınırdıq? Biraz əvvəl də sənə verdiyimiz sual. X çıxılsın 3-ün kvadratı elə bir ki, üstə gəl 3. Bu m'dir, bu da n'dir. Bu halda parabolamızın təpə nöqtəsi 3, 0 olur. Amma x kvadratı üstə gəl 6x, üstə gəl 9 bərabərdir. Bunu indi x üstə gəl 3-ün kvadratı kimi yazsaq, plus 0 da yazıram. Onda nə olur? Təpə nöqtəsinin koordinatı bu səfər bunun əksini götürürük. Mənfi 3 ilə 0-dır. İndi hansı sağdadır? Müsbət olan. Bu olan. Müsbət. Yəni m P mənfi 6 olanda.